Əziz qonaqlar, bir daha hər birinizi xoş gördük. Qeyd edeyim ki, bugün Ətirşahın Vətən Qoxusu təqdimat tədbirindən sizi salamlayırıq. Hədəf isə hər kəsə özünə uyğun xüsusi və özəl bir qoxu tapmaq imkanı yaratmaq və markamızı dünya brendinə çevirməkdir. Qoxuları sözlə ifadə eləmək nə qədər çətindirsə, Ətirşahla onları anlamaq bir o qədər asan və həyəcanlıdır. İllər əvvəl sadə bir arzu ilə başladıq. Hər addımda müştərilərimizin rahatlığını və həyatlarına gözəllik qatmağı hədəf götürdük. Məhsullarımız sizin rahatlığınızı düşünərək zövqünüzə uyğun hazırlanmışdı. Yaxşı bir həyat hər anı daha xoş etməkdən keçir. Sadəlik, zəriflik və özəl ətir kolleksiyamızı kəşf edəcəyiniz məkan. Xüsusi hazırlanmış bu ətirlər həyatınıza özəllik qatacaq və hər anınıza dəyərli iz buraxacaq bir xatirədir. Şəkər xidmətin görünməz üzü. Hər detal yüksək keyfiyyətin və müştəri məmnuniyyətinin təmini üçün diqqətlə idarə olunur. Məhsulun hazırlanması diqqət və zəhmət tələb edir. Hər detala verilən diqqət müştərilərimizin həyatını daha da gözəl etmək üçündür. Bizimlə həyatınız daha gözəl, hər anınız daha dəyərlidir. Çünki Ətirşah bir incidir. Milli bir brenddən söhbət gedir, amma tək məsələ milli brend olmaq deyil, eyni zamanda milli ornamentləri daşımaq və istər qoxularında, istər ətirlərin adlarında Azərbaycançılığı, Azərbaycanda hər birimizin ayrı-ayrı vaxtlarda yaşadığımız, təcrübə etdiyimiz, müşahidə etdiyimiz müxtəlif istər qoxuları, istər digər təcrübələri özündə ehtiva etməkdir. Bir qədər sonra mən daha yaxından sizi tanış eləyəcəm hər bir ətir barədə. İstəyirəm ki, başlamazdan öncə həm sizi salamlaması, həm də çıxışı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovu səhnəyə dəvət edeyim, gürültülü alqışlarınızla. Bugünkü tədbir yaradıcılığın, zəhmətin və düşünülmüş bir işin nəticəsidir və hesab edirəm ki, olduqca vacibdir. Çünki ümumiyyətcə milli brendlərin yaradılması, milli brendlərin olması ölkəmiz üçün həm qürurludur, həm də vacibdir. Ona görə biz KOBİ olaraq daimi bu işlə məşğul olan bütün sahibkarları dəstək edirik öz xidmətlərimizlə və əlbəttə ki, milli brendin bazarda olması hər iki tərəf üçün, həm dövlət üçün, həm sahibkarlar üçün üç tərəfdəyirdim, həm də istehlakçılar üçün vacibdir. Çünki milli brend olanda əlbəttə ki, vətəndaşlar, istehlakçılar ona üst tuturlar və daha çox belə brendlər olanda əlbəttə ki, bu insanlar üçün motivasiyadır, sahibkarlar üçün ayrıca bir motivasiyadır ki, yaratsınlar, yeni brendlər yaratsınlar, yeni iş görsünlər və bu dəyər zəncirinin yaradılması əlbəttə ki, bizim ali məqsədimizdir və onun əsas məqsədi də məhz milli brendlərin yaradılması və onların xarici bazarlara çıxışıdır. Orxan müəllimə təşəkkür edirik çıxışına görə. Azərbaycanlı istifadəçi Ətirşah brendini yaxşı tanıyır, biz də yaxşı tanıyırıq. Tədbirdən öncə Ətirşah komandası ilə və istehsalat prosesi ilə tanış olmaq şansımız oldu. Və əslində söhbət burada yeni ətirlərin, yeni və orijinal, özünə məxsus ətirlərin təqdimatından gedir. Bu proses sən demə, biz bilmədən uzun müddətli yavaş-yavaş gedirmiş və
Ətirşah Butikin təzə tarixdə təqdimatı ilə birlikdə proses daha da intensivləşdi. İndi istəyirəm bir Ətirşah Butik barədə qısa məlumat verim sizə. Təzəlicə yaranıb. 6 avqust 2025-ci ildə fəaliyyətə başlayıb. Bu butik markanın özünə məxsus və fərqli ətirlərini təqdim eləmək üçün xüsusi olaraq yaradılıb. Ətirşah milli dəyərlərimizi və ənənələrimizi gözəl şəkildə əks etdirərək öz kolleksiyalarını təqdim eləyib. Butikdə yer alan 3 kolleksiyadan ibarət 20 fərqli ətir çeşidi, keyfiyyətli tərkiblərdən hazırlanmış, milli ünsürləri əks etdirən unikal qoxular mövcuddur. Bu kolleksiya Azərbaycanın zəngin mədəniyyətini və milli nəfəsini hiss etdirmək məqsədi ilə hazırlanıb. Butikdə həmçinin vətən kolleksiyasına daxil olan xüsusi qoxulu şamlar, sabun çeşidləri, otaq ətriyyatları və digər məhsullar da mövcuddur. Birazdan ələxüsusda mən bu vətən kolleksiyasını təqdim edəcəm sizlərə və sadəcə danışmaqla, videolar izləməklə qalmayacağıq. Hər birinizin masasının üstündə təqdim olunan ətirlərdən nümunələr olacaq. Özünüz də qoxlaya biləcəksiniz. Az öncə Orxan müəllim təsadüfən demədi ki, sizi bir tarixi ekskursiyaya apara bilər o qoxular. Həqiqətən elədir. Uşaqlığımızda aldığımız o qoxular, yediyimiz yeməklər, bəlkə də kənd yerində sobanın ətrafında toplaşarkən o xatırlayırsınızsa ki, qoxu yaddaşı zaten ən uzun müddətli yaddaşdır. İnsan hər şeyi unudur, qoxuları unutmur çox vaxt. Birazdan o ətirlər barədə həm məlumat verəcəm, həm də sözünüz qoxlayanda o nostalgiyanı özünüzdə yaşayacaqsınız. İndi istəyirəm Planet Parniz Baku KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti, eləcə də Ətirşahın siması Tahir İmənovu səhnəyə dəvət edeyim. Gürültü alqışlarınız. Xoş gördük sizi. Hər birinizi salamlayıram, hörmətli xanımlar və cənablar. Və təbii ki, mənim üçün böyük bir şərəfdir bu cür gözəl brendin siması olmaq. İnanın ki, bu səmimi sözümdür. Təbii ki, bir çoxlarınız fikirləşər ki, mən bu brendin simasıyamsa demək, reklam eləməliyəm, xoş sözlər deməliyəm, amma xoş sözlərin də fərqi var. Ona görə yenə demək istəyirəm ki, bu mənim səmimi sözlərimdir. Səmimiyyətimə inanmaq üçün bir balaca sizi tarixi ekskursiya aparmaq istəyirəm. Hələ keçən əsrin sonunda 90-cı illərdə burada əyləşənlərin bəlkə bir çoxu o dövrü görməyib, bəlkə bir qismi o dövrdə yeniyetmə idi. Amma biz o dövrü yaxşı xatırlayırıq. Olduqca çətin, ağır illər idi. Amma buna baxmayaraq biz komanda olaraq ölkəmizi hər yerdə təmsil edirdik və demək olar ki, bir çox ölkələri gəzmişik komandamızla. Bu cür qastrol səfərlərdə bizə hər konsertdən yaxud oyundan sonra həmin ölkənin nümayəndələri öz ölkəsinin istehsalı olan, bir daha qeyd edirəm, öz ölkəsinin istehsalı olan hədiyyələri təqdim edirdilər. Məsəl üçün, Made in USA, Made in Germany, Made in İsrail və s. Və biz təbii ki, buna sevinirdik, amma digər tərəfdən təəssüflənirdik ki, niyə bizdə belə məhsullar yoxdur. Və həmişə bir-birimizə deyərdik ki, inşallah belə şey olanda mütləq o malları biz reklam etməliyik, təbliğ etməliyik. Biz düzdür, biz o dövrdə o qədər sadəlövh idik ki, hələ bilmirdik ki, reklamdan hələ pul da qazanmaq olar. Amma bir deyim var ki, insan deyir, nəyə əl atırsa, nəyə can atırsa, uca Allah da onu verir. Demək ki, biz bunu səmimi istəmişik, canımızı atmışıq buna və Allah mənə bugünü yetirdi və bu günləri mən milli brendimiz olan Made in Azərbaycan logosu ilə bizim ölkəmizi təmsil edən Ətirşahın simasıyam. Bugünə şükürlər olsun. Mən bu haqda çox danışa bilərəm, amma düşünürəm ki, bugün biz daha digər mövzulara yer ayırmalıyıq. Ona görə demək istəyirəm ki, bu brendin gələcəyi inşallah elə qabaqdadır. Çünki istehsalı görəndən sonra Ətirşahın
peşəkar mütəxəssisləri ilə ünsiyyətdən sonra mən başa düşdüm ki, bu kolleksiya ilə, bu istehsalla onların işi dayanmayacaq və elə ətirşaxın səsi dünyanın demək olar ki, hər yerindən gələcək. Ən azından mən bir sima olaraq əlimdən gələni eləyəcəm ki, bu belə olsun. Və sizi də bu ətirşax aləminə dəvət edirəm. Sonda bir Tahir kimi demək istəyirəm ki, parfümlər çoxdur, amma mənim ən sevimli, indi dəbə bir söz düşüb, favori. Mənim sevimli favori parfümüm Azərbaycan Forest'dir. Belə. Təşəkkür edirəm. Ətirşaxa arzularım budur ki, Allah elmimizə, işimizə bərəkət versin. Allah sizin işlərinizi asanlaşdırsın, səsiniz həmişə zirvələrdən gəlsin. Çox sağ olun. Təklif edirəm ki, yavaş-yavaş Vətən kolleksiyasını tanıyaq. Vətən kolleksiyası milli mənəvi dəyərlərə əsaslanaraq hazırlanmış 6 ətirdən ibarət xüsusi bir kolleksiyadır. Hər bir ətir ad və qoxunun unikallığı ilə fərqlənir. Müxtəlif zövqlərə uyğun olaraq gündəlik istifadə üçün və ya lüks hədiyyə kimi təqdim edilə bilən bu kolleksiya həm milli dəyərləri, həm də yüksək keyfiyyəti ilə qoxu dünyasında fərqlilik axtaranlar üçün ideal seçim olacaq. Qeyd etdiyim kimi, birazdan təbii ki, nümunələri qoxlaya biləcəksiniz. Öncə bir xatırlatma eləyim, becikləriniz var boyunlarınızda. Həmin o beciklərdə QR kodları var. Onları oxudaraq tədbirin ümumi gedişatı barədə məlumat əldə edə bilərsiniz ki, proqram orada sizə təqdim olunur. Deməli, keçək ilk ətrimizə. Feromon ətri. Parfümeriyada feromonların insan davranışına təsiri ən çox marağa səbəb olan, ən çox araşdırılan mövzudur. Biz bu mövzuda sadəcə susuruq və sizə təqdim etdiyimiz feromon ətrinin ilk istifadəsindən sonra hər şeyə özünüz artıq yavaş-yavaş qərar verəcəksiniz. Vətən kolleksiyasında yeganə ətirdir ki, adı ilə müasir Azərbaycanı təmsil edir. 2019-cu ildə buraxılıb ətir, onu qeyd edeyim. CPL Aromas fabriki tərəfindən. Dostlar, gürültü alqışlarımızla bir Christian Provenzano'nu dəvət edək səhnəmizə. Hello, welcome. This one or this one? Hello? Yes. This one is working. Yeah. Yeah. Good morning, everyone. My name is Christian Provenzano, Master Perfumer at CPL Aromas. We are very pleased to be here today for this presentation of the various fragrances we have created for the brand. Today, I will be talking about the Pheromone fragrance, which I created some time ago. I can't remember. Hamınızı dərindən salamlayıram. Mənim adım Christian Provenzano'dur. CPL şirkətinin baş parfümeri olaraq burada olmaqdan məmnunluq duyuram. Bugün sizə illər öncə hazırladığım, ətirşah üçün illər öncə hazırladığım feromon ətri haqqında danışmağa gəlmişəm. Yes. Okay, so I don't know if you all have the bottle to smell, or I can go through with you. Do you have any strips to go around? Yeah, they have strips. Everybody has the strips on the table. Okay, so the fragrance itself consists of a blend of various ingredients, mostly ambery, woody, and musky. It's a very complex fragrance,
highly concentrated, using one of the best ingredients available in our palettes. Can you repeat the ingredients again? Ingredients, can you repeat again? Yeah, so it's a blend of musks, amber, and woody notes. Hər birimizin stolunda feromon ətri var, onlardan qoxlaya bilərsiniz, qoxu kağızlarımız da var. Bu qoxu çox kompleks bir qoxudur, yəni içində tərkibində müşk, əmbər və odun notlarından əsasən ibarətdir. Lakin burada bu ətirdə istifadə olunan ingredientlər ən yüksək keyfiyyətli ingredientlərdən hazırlanmışdır. Okay, so I've been working with the company for a long time with my very good friend, Mr. Cameron. We've created some excellent fragrances together, and now we're just here to promote this new range, which obviously you will like it. Ətirşah şirkəti ilə uzun zamandır əməkdaşlıq edirik. Yaxın dostum Kamran müəllimlə uzun müddəti bir-birimizi tanıyırıq. Bu şirkət üçün çox qoxular hazırlamışıq. Yəni qoxular yaratmaqda da davam edirik. So if you have any questions regarding the fragrance, please tell me and I will try to answer. Ətir haqqında hər hansı bir marağınız və ya soruşmaq istədiyiniz bir sual varsa, necə hazırlanması olsun, tərkibi olsun və ya istənilən bir sual haqqında cavablandıra bilərəm feromon ətri haqqında. No? No question? Yeah, I think Thank you very much. They love it very much. So. All right, thank you. Thank you. Christian Provenzano idi, təşəkkür edirik. Mən görürəm burada sənət nümayəndələrimiz var, incəsənət adamları var aramızda. Xüsusilə mənə elə gəlir ki, sizin üçün ilham qaynağı olacaq bir ətir gəlir növbəti, firni ətri. Firni adı da çoxumuza tanışdır təbii ki. Son dövrlər şirin ətirlər dəbdədir, xüsusilə darçın tərkibli ətirlər. Yəni bu beynəlxalq təcrübədə də belədir. Və bu dəfə isə Azərbaycan istehsalında biz eyni nümunəni ala bilirik. Gəlin bir ətrin təqdimat videosuna da nəzər salaq, elə qoxladıqca bir təcrübə olsun. Buyurun. – 2023-cü ildə təqdim olunub söz gedən ətir, CPL Aromas tərəfindən yenə də və parfümeri də Kevin Metis'dir. Mən təklif eləyirəm ki, bir parfümerimizi də səhnəyə dəvət eləyək. Mr. Metis, are you here? Please welcome. Thank you. Okay. Hi everyone, I am Kevin Mathies. I am a perfumer at CPL, senior perfumer at CPL. I came with Christian Provenzano for the first time in Baku. I'm really excited to be here and to present my my fragrance my fragrance creation in collaboration with Etirşah. Mənim adım Kevin Mathies'dir. Mr. Provenzano birlikdə Bakıya gəlmişəm ətirlərimizi burada sizə göstərmək üçün. İlk dəfədir başlayan burada olmaqdan məmnunluq duyuram. Hər kəsin qarşısında masada xahiş edirəm bizdə köməklik eləsin əməkdaşlar. Orada firni ətri var, onu test kağızlarına vurub qoxladıq, zəhmət olmasa. Qısa bir fasilə olar üçün vaxt verək. Firni, as you know much better than me, is based around a dessert that you have here in Azerbaijan. I created, it's a milky space scent fragrance, which composed like with rice and cinnamon mostly, and I posted, like I layered it on a very big ambery background.
Again, again, let me know. Okay. The note is milky centered. Tərkibində, firni ətrinin tərkibində əsasən süd notları üstünlük təşkil eləyir. With some rice, cinnamon, and musk. Biraz əlavə düyü qoxusu, sinamon qoxusu və müşk qoxusu əlavə olunub alt dib notlar olaraq. And the base is very ambery, like vanilla, labdanums. Amber, labdanum və vanil qoxularda tərkibində vardır. Yəni bunların birləşməsindən hazırlanmış bir ətirdir. Yeah, that's it. Yəni basically ümumi olaraq belədir, ətir haqqında belədir. İstədiyiniz bir sualınız varsa firnə haqqında yenə sualınız verə bilərsiniz. İstədiyiniz bir maraqlı məlumat bilmək istəyirsinizsə. Əsasən bizim köhnə firnini xatırlatmaq üçün yaradılmış bir ətirdir. Ümid edirəm ki, yəni hamıya o köhnə, yəni uşaqlıqda yediyimiz firninin qoxusunu xatırlatmışdır. Deməli növbəti ətir də elə Mr. Metis tərəfindən deməli təqdim olunub, yaradılıb deyə bilərik, dizayn edilib. Azerlight ətridir. Təbii ki, hamımıza tanış gəldi söhbət nədən gedir. Haqqında ilkin məlumatlara səyyah Marco Polo və Övliya Çələbinin də qeydlərində rast gəlinən Azərbaycan neftinin əldə edilməsi paralelində Bakını bütün dövrlərdə bu sahədə atılan innovativ addımların sınaq meydanına çevirir. Fərqli mərhələlərdən keçən, bəzən xalqın rifahına, bəzən tam əksi, ölkəni böyük güclərin maraq dairəsinə sala bilən neft tarixinə Heydər Əliyev əsrin müqaviləsi ilə nöqtə qoyur. Bu andan etibarən neft insanların gələcəyi üçün bütün sahələrdə əsas sərmayə vasitəsinə çevrilir. Biz də ətir şah olaraq Azərbaycan tarixinin böyük bir parçası olan, onun taleyini istiqamət verən, sonda milli markasına çevrilən Azerlight'a həsr etdiyimiz ətri sizə təqdim edirik. Ümumilikdə ideyanın özü çox maraqlıdır. Yəni Bakıdan hər zaman İlk damlası bu torpaqdan çıxanda taleyimiz də işıqlanmağa başladı. Yalnız neft deyil, bir millətin iradəsi və zəhməti də yerin dərinliklərindən göylərə yüksəldi. Bu sərvət xalqın elmində, təhsilində, düşüncəsində bir irs yaratdı. Bu irs yaddaşımızı, kimliyimizi qoruyaraq zamanla ucaldı. Zaman dəyişdi, amma yol davam etdi. Yeni əsr başladı, əsrin müqaviləsi imzalandı. Azərbaycan yenidən parladı. Bu parıltı bizə güc və zəfər gətirdi. Bu torpaq öz qüdrətini bir daha göstərdi. Biz tarix yazdıq və bu tarixin nəfəsi, qoxusu bugün də yaşamalı, gələcəyə ötürülməlidir. Ətirşah bu tarixə öz töhfəsini verir. Azerlight bu torpağın ruhu kimi hər damlasında bir hekayə daşıyır. Ətirşah, vətənimin qoxusu. Artıq mənə elə gəlir ki, zalda biz həmin qoxunu ala bilirik. Hər birinizin də əlində artıq var. Təəssüratlarınız, suallarınız təbii ki, parfümeri ünvanlaya bilərsiniz. Okay. Should I go? Yes. For Azerlight, I got requested to create like kind of an oil and petrol kind of smell, which is quite unusual for a perfume request. So I centered the fragrance, or maybe you want to translate that. Mən bu tələbi, ətirşahdan bu tələbi alanda ki, bəs ətir, petrol qoxusu gələn ətir, yəni bu çox rastlaşdığımız petrol qoxusu ətir aləmində çox rastlanan bir şey deyil, yəni çox qeyri-adi bir tələb idi. Yes. Azerlight is a woody, spicy fragrance based around styrax, which gives this kind of very fusing, very kind of gas petrol signature to the fragrance. What's the name fragrance? Styrax. Bu ətir çox odun notları və spice, yəni spice'lar olan bir ətirdir.
Cyrax ingrediyentindən istifadə edir. Ona çox belə yüngül qaz qoxusunu vermək, yəni o qoxunu almaq üçün istifadə olunan ingredient Cyrax'dır. Bununla yəni ətirdəki petrol qoxusu bununla alınıb. Then I played with some rose and Sichuan pepper to give kind of a metallic smell that you can have with the petrol. Well of petrol. Petrol quyularındakı dəmirin qoxusunu almaq üçün which ingredient did you use? Which ingredients it was? Rose and Sichuan pepper. Roz və citron pepper, yəni citron bibərindən istifadə olunub, roza və citron bibərindən istifadə olunub metal qoxusunu almaq üçün. And the base is a bit more comforting with amber, musk, cedarwood and Base notlar isə əmbər, mask və cinnamon ingrediyentləridir. that's it. Yeah, that's it. Bu Thank you. qədər. I hope you enjoy it. Okay. Done? Done. Yeah. Thank you. Bir daha ətir atışçılarımıza təşəkkürümüzü bildiririk və davam edirik növbəti ətirlərlə. Amma keçid etməzdən öncə istəyirəm tədbirə dəstək göstərən tərəfdaşlarımız var. Onlar barədə qısa məlumat verim. Azsafron Azərbaycanın premium zəfəran şirkətidir. Bugün bizlə də təşəkkür edirik. Lucky Office məhsulları, həmçinin özəl yaradıcılıq mərkəzi, Hazel mağazalar şəbəkəsi, Mən Korporativ Branding, Emerald Butik, RTV Media, Farden Estetik Klinika və Derimia kosmetoloji məhsullarına təşəkkür edirik və bizim təbii ki tədbirimizin növbəti mərhələsində yarışlarımız olacaq və hər bir sponsorlardan da o yarışın qaliblərinə hədiyyələr təqdim olunacaq. İndidən məlumat vermiş olum. Yeri gəlmişkən Türkiyənin EPS Fragrances ətir fabrikinin baş satış nümayəndəsi Koray Bumin bizləndir. Təşəkkür edirik. Bir səhnəyə dəvət etmək istəyərdik. Merhabalar sevgili Etirşah ailesi, dostlar, iş ortakları. Öncelikle hepiniz hoş geldiniz, şeref verdiniz. Bizler bugün bu salonda toplandık. İçimizde büyük bir gurur ve heyecanla. Çünkü yaklaşık 13 yılı bitirdik, hatta 14. yılımızdayız. Etirşah Parfüm ailesiyle birlikte birçok kokuyu tasarladık. Bugün burada 13 yılın sonunda almış olduğumuz mesafe ve yol için kendilerinin vizyonunu ve bakış açılarını tekrar bir tebrik ediyorum. Önümüzdeki 13 yıl içerisinde firmanın nereye geleceğini inanın ben bile düşünemiyorum. İnşallah global pazarda da başarılı noktalara gelecektir. Burada kendilerine bir teşekkürü borç biliyorum. Kamran Bey ve Serdar Bey'e saygılarımı sunuyorum. Bugün burada olmamızın sebebi sadece yeni parfümler değil. Bugün burada olmamızın sebebi 13 yıldır büyüttüğümüz bir güvenin, bir dostluğun ve bir ortak hayalin meyvelerini paylaşmak. Bugün burada yeni lansmanınız için bir araya gelmişken öncelikle bu uzun soluklu güven ve dostluk için sizlere teşekkürlerimi sunuyorum. Çok fazla da uzatmak istemiyorum. Biliyoruz heyecanla kokuları bekliyorsunuz. Sözü burada bitiriyorum. Bitirmeden önce Hüseyin Bey, Sayın Hüseyin Erdoğmuş, EPS Fragrances firmasının sahibi katılamadı. Sizlere ufak bir videosu var. Onu paylaşıyor olacağız. İstanbul'dan herkese selamlar. Bu hususi günde şahsi sebeplerden dolayı aranızda olmaktan derin üzüntü duymaktayım. Kardeş, Azerbaycan halkı ince zevklere sahiptir. Müzikte ve ince sanatlarda en üstün seviyeye ulaşmış bir millettir. Dolayısıyla sizlere yarattığımız kokular bu ince zevkinize hitap etmektedir. Bu kokuları yaratırken Azerbaycan'ın tabii mahsullerini de formüllerimize kattık ve dünyada ilk defa Azerbaycan mamullerinin olduğu kokuları sizlere sunmaktan büyük zevk duymaktayız. Hepinize teşekkürlerimi sunar, iyi günler dilerim. Biz də təşəkkür edirik və fikir verdinizsə buraya qədər çox şirin ətirlər də oldu, sərin, tünd ətirlər də oldu. Yəni bu kolleksiya əslində bütün ətirlər bir-birini tamamlayır. Növbəti bir meyvə qoxuları bilirsiniz, yenə də trend olan qoxulardandır bu dəqiqə və Azeri Forest ətri də sözü gedən əslində qoxuları özündə daşıyır, ehtiva eləyir. İndi şam və qoz ağaclarının qoxusuna üstünlük verilib bu ətirdə və Azərbaycan meşələrinin ətrini yaratmağa çalışmışıq.
Azerbaycan tabiatından ilham alarak tasarlamış olduğumuz bir koku yolculuğunu sunacağım. Burada bizim için, bizim kültürümüzde, Azeri kültüründe, Türk kültüründe orman güçtür, nefestir ve huzurdur. Forest, adımınızı attığınız ilk anda narenciye notalarıyla size ferahlık verir. Azeri ıtırı, tıbbi adaçayı ve gül, kokunun kalbine canlılık katar. Bunu Azeri ormanlarındaki animalik misk notaları takip eder. Devamında Uzak Doğu ut ağacının yanmasından oluşan dumansı notalar kokuya derinlik verir. Ve doğal sandal ağacı ve odunsu notalar tenimizle bütünleşerek doğayla bağ kurar. Ve burada bu kokunun ana temasını doğal ambergris ve Tibet miskinin bileşenleri oluşturur. Koku son derece yayılıcı ve ciltte uzun süre kalıcıdır. Sevgili Hüseyin Erdoğmuş bu kokuyu Etirşah parfüm için Azeri halkının üstün zevklerine hitap ederek tasarlamıştır. Ve Forest yakın gelecekte sadece bir parfüm değil, bir koku yönü olarak master olacak bir parfümdür. Ətir barədə sualınız var Həsinə xanıma? Məncə maraqlı bir qoxuydu. Növbəti bir əslində ətirdə də elə Həsinə xanımın imzası var. Mən deyərdim şəxsən mənim də favoritimdir Meysəri ətri. Onu da yavaş-yavaş tanıyacağıq. Deməli, feyxua və üzümün qoxusu sizi təəccübləndirmək üçün bircə püskürtmənizi gözləyir. Meysəri özünü ərköyünləşdirmək istəyənlərin ətridir. Yavaş-yavaş sizə təqdim olunur. Özünüzdə təcrübə edin. Şəxsən mənim favorit ətrim bu oldu bu kolleksiyada, Meysəri ətrim. Feyxua var, üzüm var. Həsinə xanım, təbrik edirəm. Gözəl ətir olub. Bu torpaq təkcə dağları, çinarları ilə deyil, nəfəsi ilə yaşayır. Üzüm tənəkləri sadəcə meyvə deyil. Onlar bu xalqın səbrini, kökünü, 1000 illik irsini daşıyır. Biz bu ruhu bir yerə topladıq. Meysəri, torpağımıza olan sədaqətin, əyilməz ruhumuzun səsidir. Qoxusu üzümdür, ruhu vətəndir. Vətən təkcə yadına düşməsin, səndə yaşasın. Meysəri, vətənimin qoxusu. Dünya halkına hitap eden modern, oryantal bir kokudur. Kokunun açılışında hissedilen taze, sulu notaları Şiraz cinsi Azeri üzümü oluşturur. Sonuncu bir ətir, Vətən kolleksiyasının sonuncu ətri kekliyotu ətridir. Yenə hər birimizə doğma bir qoxudan söhbət gedir. Azərbaycanlılar üçün çay günün ən isti saatlarında da məlum məsələdir ki, imtina etməyəcəkləri içkidir. İstər əlamətdar günlərdə, istərsə də adi görüşlərdə məclisi çayla açar, çayla da bitiririk. Üst notları greyfurt, reyhanla başlayır, sonunu dəri,
odunsu və mamırla bağladığımız bu ətrin mərkəzində Azərbaycan Çay Məclisinin əsas tərkib hissəsi olan kekliotunu yerləşdirmişik. Yenə 2023-cü ildə təqdim olunan bir ətirdir. Gəlin bir təqdimat videosuna baxaq və həm qoxlayaq, həm də vizual təəssüratımız yaransın. Buyurun. Yeri gəlmişkən elə kekliot ətrinin də parfümeri bir Azərbaycanlıdır. Murad Məsud, bir çoxunuz tanıyırsınız. Maraqlıdır. Qoxu ilə bağlı təəssüratlarınız nə oldu? O da maraqlıdır təbii ki. Düşünürəm ki, Ətirşahın nümayəndəsi Azad Ağaxanov bir səhnəyə dəvət olunsun. Bəlkə də suallarınız varsa ondan da soruşa bilərsiniz. Azad bəy ətirləri yeri gəlmişkən çox maraqlı şərh eləyən bir adamdır. Bəlkə də sosial şəbəkələrdə görmüsünüz. Onun təəssüratları, onun fikirləri də bizə maraqlı olacaq və əgər suallarınız varsa mütləq şəkildə ünvanlayın. Əmin olun ki, nöqtə atışı cavabları alacaqsınız. Salam aleykum. İlk öncə hər kəsi salamlayıram. İlk öncə səmimi bir cümlə demək istəyərdim. Həqiqətən, baxmayaraq ki, Ətirşah şirkətinin nümayəndəsiyəm. Bu Azərbaycanda bu tədbir ümumiyyətlə ətir sahəsində, Azərbaycanda olan ətir sahəsində böyük bir işdir. İlk öncə Ətirşah şirkətinin rəhbərliyini, dəstək olan, zəhməti keçən və qonaqları hamısını salamlayıram və hamıya təşəkkür edirəm. Çox sağ olun. Deməli, şübhə yoxdur ki, biz çay içməyi xoşlayırıq, yəni çaysız demək olar ki, günümüz olmur. Çay da əslində kekliotla bağlıdır. Hətta bizim evdə belə kekliotu xüsusi bir qabda var və ondan istifadə edirik. Bundan əlavə kekliotuda timol maddəsi var, timol. Əsas komponenti odur, həm kekliotunu vuranda daha dinamik açılır, daha təravətli olur və digər belə deyək, fresh olan, məsələn, dəniz notlu yaxud sitruslu ətirlərdən daha güclü bir ətirdir. Yəni, biraz fərqi var. Yenə təbii ki, bu ətirlər zövq məsələsidir. Məsələn, elə bir insan görmüşəm ki, həqiqətən kekliyotu ətini daha çox sevib, valih olub ona. Yenə bu zövq məsələsidir. Bu, həmçinin bir ətir deyil həm də bir vətənimizin qoxusunun bir hissəsidir. Mən belə düşünürəm. Təşəkkür edirəm. Şah kolleksiyası da təqdim olunacaq. Bir qədər fərqlidir mən bildiyimə görə vətən kolleksiyasından. Siz o qoxu cəhətdən, kolleksiya cəhətdən fərqləri necə dəyərləndirirsiniz? Bir sizin də fikrinizi almaq istəyərdim. Səmimi desəm, bizdə çox çeşidi var. Məsələn, belə deyək də, şah, məsələn, o birisi kolleksiyada elə bir ətirlər var. Məsələn, sevdiyim ətirlərdən biri düzdür, bu bizim tədbirə aid olmayan bir ətirdir. Məsələn, çay tikanı ətri var, onun da fəlsəfəsini Cəlal bəy təqdimləyib. Bir yerdə də bəzi ətirlər təqdimləmişik. Heç bir ətir, yəni bu ətirlər heç bir ətirə oxşamır. Yəni spesifik, xüsusi bir ətirlərdir, ekskluziv bir ətirlərdir. Yəni təbii ki, bu ətir elədir ki, onu qoxulamaq, o emosiyalara qapılmaq və onu necə duymaq lazımdır, hiss etmək lazımdır. Ətir sayəsində buna eşitmək də deyirlər, ətiri eşitmək lazımdır. Təşəkkür edirəm. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Assafron Azərbaycan Premium Zəfəran şirkəti bizləndir, təşəkkür edirik. Lucky Office məhsulları, özəl yaradıcılıq mərkəzi, Hazel mağazalar şəbəkəsi, Mən Korporativ Branding, Emerald Butik, RTV Media, Farden Estetik Klinika və Dərimya Kosmetoloji məhsulları hər birinə təşəkkür edirik ki, qeyd edeyim. Tədbirimizin növbəti mərhələsində sizdən bəziləriniz bizdən hədiyyələr qazanacaqsınız, xüsusi hədiyyələr qazanacaqsınız, amma ümumilikdə hər biriniz üçün müəyyən hədiyyəliklər var, onları da stendlərdən əldə edəcəksiniz. İndi yavaş-yavaş Şah kolleksiyasını tanıyaq. Şah kolleksiyası Ətirşaha özəl hazırlanmış, lüks və fərqli qoxu təcrübələri təqdim edən bir kolleksiyadır. Ətirşaha məxsus olan bu xüsusi kolleksiya
qoxu dünyasında fərqlilik və yüksək keyfiyyət axtaranlara mükəmməl seçim təqdim edir. Ordubad parfümu $60.000 dəyərində olan İndoneziya odu ilə yaradılıb. Yəqin ki, od eşitmisiniz. Çox bahalı bir əslində xammaldır. Ordubad. Dedim, bəlkə buna da Azərbaycanlı bir, bəli. Naxçıvanlı da deyiləm, niyə Ordubad oxudum, hə? Ordubad. Od yəqin ki, eşitmisiniz, çox bahalı bir xammaldır. Və eksklüziv bir əsərdir bu. Yalnız Ətirşah şirkəti üçün xüsusi olaraq hazırlanıb. Bu nadir parfüm həm də afrodizyak təsirə malikdir. Lüks bir atmosfer yaradır ki, bunu yalnız çox az adam doğru dəyərləndirə bilər. Ordubad hər kəsin anlaya bilməyəcəyi bir qoxudur və yalnız seçilmişlər üçün mövcud olan bənzərsiz bir təcrübə təqdim edir. Belə baxıram, bu ətirdən sonra hamı nəsə danışır bir-birinə. Yəni, maraqlı müzakirələr gedir deyəsən bu ətirin ətrafında. Uşaq kolleksiyasının növbəti ətri isə Azros ətridir. Bu ətir dəyərli Leyla Əliyevanın Qızıl Gül əsərindən və onun ilham verici yaradıcılığından ilham alaraq yaradılıb. Zaqatala şəhərində yerləşdirilən, yetişdirilən qızıl güllərdən hazırlanan Azros ətri 12.000 avro dəyərindədir. O, CPL Aromas ətir zavoduna göndərilib və yalnız Ətirşaha xüsusi olaraq hazırlanıb. Bu da onu unikal və eksklüziv bir məhsul halına gətirir. Bu nadir və zəngin ətir lüks və zərifliyi simvollaşdırır və həm hər damlasında təbii gülün ətrini və hissini özündə cəmləyir. Yüksək keyfiyyət və lüksu qiymətləndirənlər üçün hazırlanmış bu ətir hər anı unudulmaz eləyir. Yeni bir ətirdir. 2024-cü ildə təqdim olunub, belə Christian Provenzano tərəfindən dizayn edilib. An-Nahl ətrindən söhbət gedir. Anların həyatını, arıların həyatını və onların faydalarını təsvir edən bir surədir An-Nahl. Bu ilham verici Quran surəsi təbiətin mükəmməlliyini və həyatın dərin mənalarını izah edir. Bu ətir Leyla Əliyevanın Arılar adlı rəsminin ilhamı ilə ərsəyə gəlib, onun bal qoxusuna bənzəyən təmiz və yüngül notları təbiətin sadəliyini və gözəlliyini əks etdirir. Quranın 16-cı surəsi Ən-Nəhl 128 ayə ilə insanlara nemətlərə şükr etməyi və həyatın mükəmməlliyini dərk etməyi təklif edir. Ətir də yavaş-yavaş sizə təqdim olunur. Yenə də 2024-cü ildə EPC Fragrances tərəfindən təqdim olunan bir ətirdir. Bununla da iki kolleksiyamızı təqdim etmiş olduq, dəyərli qonaqlar. Hər birinizə təşəkkür edirəm. Növbəti saatda bizim təbii ki, təlimimiz olacaq, seminarımız olacaq. Qeyd edeyim ki, sizi kofe ekranımız var, ora dəvət edirik, stendimiz var və dəstəkçilərimizin stendindən, o cümlədən Ətirşahın stendindən hədiyyələr əldə edə bilərsiniz, ətirləri yoxlaya bilərsiniz, təcrübə edə bilərsiniz. Bir yaxınlaşın, baxın və növbəti saatda təbii ki, master-klass var, iştirak etmək istəyənlər onu da gözləyə bilərlər.